Ərəb ölkələrindən İranın münasibətləri o vaxtdan biraz çətinləşdi və üzbəyüzə durmağa başladı ki, İran Yəməndə Husilərdən himayət elədi, onları silahlandırdı, onlardan istifadə elədi. Səudi Ərəbiyə hücum eləmək üçün və sonra da Ərəbistan Suudidə o Aramco'nun neft borularına hücum oldu ki, onlar dedilər İranın işidir. Sonra Husiler dedilər ki, biz bu hücumu ancam vermişik və hər halda Husilerin işləri də İranın gözündən görünürdü. Yəni Yəməndə müharibənin şiddət tapması və Səudi Ərəbidə Aramco'nun neft borularına hücum eləməsi bais oldu ki, o İranın cənubundakı ərəb ölkələr özlərini çox təhlükədə hiss eləsinlər və İrana qarşı ciddi müxalif mövqe tutsunlar. Bir illətdir ki, bu ölkələrin bəzisi o Peyman-ı İbrahimə qarışdılar. Yəni İmarat-ı Müttəhidəyə Ərəbi və Bəhreyn Peyman-ı İbrahimə qarışdı və İsraillə müttəhid oldular. İsraillə müqavilə bağladılar əmniyyəti cəhətdən. Bu idi ki, əsasda onlar daha İsraili özlərinə əsli təhlükə görmürdülər, əsli təhlükəni İran görürdülər. Və bu əsasda hazır idilər hamı ilə həmkarlıq eləsinlər. Onlar çalışdılar ki, məsələn, Amerika, Fransa və İngilisdən istəsinlər ki, gəlsinlər burada özləri üçün paygah yaratsınlar. İmarat-ı Müttəhidə icazə verdi ki, İngilistan və Fransa orada nizami qüvvələri olsun. O Amerikandakı bunların hamısında nizami qüvvələri var idi və əsli paygahları orada var idi. Ona görə demək olar ki, onlar özlərindən mühafizət eləmək üçün çalışdılar ki, dünyada böyük qüdrətləri özləri ilə müttəhid eləsinlər, İrana qarşı olsun. Ta bu Juan ayında 12 günlük müharibə ki, İranla İsrail arasındaydı. Bu vəziyyətin idaməsi var idi və hətta o müharibədə bu ölkələrin bəzisi İsrailin qüvvələri ilə işbirliği yapardılar. Söhbət oldu ki, Ərəbistan-ı Suudi əsasən İsrail təyyarələrinə icazə veribdi ki, onun torpağından istifadə edib İranın cənub tərəfində bəzi yerlər bombardman eləməyə istifadə edir. Ya Ordun Haşimi, Jordani, o da İranın bəzi zatlar ki, dronlar ki, İran İsrailə tərəf atırdı, onları Jordanın havasında vurub və aradan aparıbdı. Əraq və Suriyyədə havaları əsasən azaddır və İsrailin təyyarələri oradan keçirdilər, gəlirdilər İranı bombardman eləyirdilər. Bu idi ki, əsasda bu müharibədə düşmən əsli ərəb ölkələrinə İran hesab olunurdu, nə İsrail. Amma bir hadisə bu vəziyyəti dəyişdi. O hadisə də bu idi ki, İsrail Həmasın rəhbərlərini öldürmək üçün Qətərə, Doha şəhərində hücum elədi. Ora həmlə elədi, orada əlbəttə eləyə bilmədi ki, Həmasın rəhbərlərini öldürsün. Vəli bir neçə nəfər o əməliyyatda öldülər. Bu İsrailin işi ki, böyük bir stratejik xəta hesab olunur, bais oldu ki, ərəb ölkələrin fikri dəyişilsin, qeysin qədimki vəziyyətə. Hiss eləsinlər ki, onlar İranı əsli düşmən bilirdilər özlərinə. Nəhayətdə indi
İsrail daha bir qüdrət tapıbdır ki, həm İranı təhlükəyə salır, həm də onları. Ona görə mənim şəxsi analizim budur ki, o günəcən ki, İsrail Qətərə hücum eləməmişdi, Ərəb ölkələri hazır idilər İsraillə İranın əleyhinə birləşsinlər və əməliyyat eləsinlər. Amma o gündən ki, İsrail Qətərə həmlə elədi, bu vəziyyət dəyişibdir. İndi çox ehtimalı azdır ki, bunlar İsraillə birlikdə İran əleyhinə iqdama girsinlər. Əlbəttə, günə qalıbdır o vəziyyətə, demək olar ki, bu iş olacaqdır ya olmayacaqdır. Hər halda o vəziyyət bir miqdar dəyişilib.